Yəhyanın ikinci məktubu. 1-ci fəsil. Mən ağsaqqaldan həqiqətə görə sevdiyim seçilmiş xanıma və onun övladlarına salam. Yalnız mən deyil, həqiqəti dərk eləyənlərin hamısı sizi sevir. Çünki həqiqət daxilimizdə qalır və əbədi olaraq bizlə olacaq. Ata Allahdan və atanın oğlu İsa Məsihdən olan lütf, mərhəmət, sülh də həqiqət və məhəbbət əsasında bizlə olacaq. Məhəbbət və həqiqət. Sənin övladlarının arasında atadan aldığımız əmrə uyğun olaraq, həqiqətə görə həyat sürənlərə rast gələndə çox sevindim. Ey xanım, indi də səndən xahiş eləyirəm ki, bir-birimizi sevək. Sənə yazdığım yeni bir əmr deyil, əvvəldən bəri malik olduğumuz əmrdir. Məhəbbət atanın əmrlərinə görə həyat sürməyimizi tələb eləyir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur, gərək bu əmrə görə həyat sürəsiz. Çünki dünyada çoxlu yalançı meydana çıxıb ki, İsa Məsihin cismən gəldiyini iqrar eləmir. Bunu eləyən şəxs yalançı və Məsih əleyhdarıdır. Özünüzü qoruyun ki, bizim çəkdiyimiz zəhməti bada verməyib, tam mükafatı əldə eləyəsiz. Həddi aşıb Məsihin təliminə sadiq qalmayan heç kəs Allaha malik deyil. Həmin təlimə sadiq qalan kəssə, həm atıya, həm də oğla malikdir. Əgər bir kəs yanınıza gəlib sizə bu təlimi öyrətməsə, onu qonaq qəbul eləməyin və onunla salamlaşmayın. Çünki onunla salamlaşan kəs onun şər əməllərinə şərik olur. Xudahafizləşmə. Sizə yazılası çox sözüm var. Amma bunları kağız və mürəkkəblə bildirmək istəmədim. Ümid eləyirəm ki, özüm yanınıza gəlib sizlə üz-üzə söhbət eləyim və beləcə sevincimiz tamam olsun. Sənin seçilmiş bacının övladları sənə salam göndərir.